Əli Həsən deyir ki, mən sizə xəyanət eləmərəm. Mən bu məntəqəyə, bu paltarla girirəmsə, mən buran çıxacam. Elə də olur. Bura o paltarla girir, bura ondan çıxır. Yəni, cəmaatın malını yeməyəsən. Əgər yemək istəyirsənsə, hamiyə payla, tək özün yeməyəsən. Yəni, rəhbərin şərtlərinə bax, bir də olur, tamahkar olmasın. Tamahkar olsa, at çölə. Tamahkar olan rəhbər ölkələrdə elə siyasət qurdular ki, müəyyən dövlətlər, müəyyən bir təşkilatlar, onlar əlindən onu aldılar. İspaniya qədər gedib çıxan İslam dini indi o cəhətdən çox geri qalıb. Neçə harsa 12-ci, 13-cü əsrdə oxuyarsınız bunu İslam dini barəsində. 12-ci, 13-cü əsrə qədər İslam dininin çox inkişaf dövrü olub. Sonra geriləmə oldu. Geriləmənin səbəbi nə idi? Tamahkarlıq. Bir səbəbi tamahkarlıqdır. Həvəsini sən belə elə, sən filan vəzifə verəcək, bəzi şirinləşirlər, bəzi elə, bəzi belə, ya Allah, yerişə məşğul ol. Allahdılar. İnsan, aşağı oxuram indi, aşağı abzası. İnsan növü, onun daxilində qoyulmuş fitrətin hökmünə əsasən həqiqi səadət və kəmal arzusundadır. Yəni, maddi, mənəvi bir varlıq həyatın ən yüksək pillələrinə ictimai formada hakim olmaq istəyir və bir gün bu arzuya çatacaq. Olasan varlı. İslam dini bu xoşbəxtliyə çatmaq proqramıdır. Yalnız bu din sənə çatıra bilər. Bu uzun yolda insana rast gələn azğınlıqlar insan fitrətinin ünvanına yazılmamalıdır. İnsan hara, məsələn bu alçaq hərəkətlər hara. İnsan üzərində əsas hakim fitrətin hökmüdür. Fitrət var səndə, bəli, hamıca var da. Fitrət deyir ki, filan şey pisdir və filan şey yaxşıdır. Ona əməl eləsən, qulaq assan, olasan xoşbəxt. Qulaq asmasan, bədbəxtsən. Və qulaq asmadığın halda sən müəyyən bir məmləkətin başçısısan, böyüysənsə, orada əgər fitrətin əksinə iş görürsənsə, yazıq o məmləkətin cəmaatına. Çünki sənin şürə kimi gəlmiş şəxslər dırnaqarası qazilik eləyəndə İmam Hüseynin qanı halal eləyəcək. Başçıdır, məmləkətin başçıdır, İmam Hüseynin qanı halal elədi. Niyə? Fitrətin əleyhinə hökm verdi. Biz deməyək ya, bədbəxtdir, Allah lənət eləsin. Yox, onlar bir tarixdir bizə. Biz də həmçinin varıq. Mən demişəm, hat dəstəsə, o vaxtı Rey şəhəri idi, onların nəfsi, indi açsandır, indi internetdir. İndiki Rey şəhəri, indiki internetdir. Populyarlıq xəstəliyi. Populyar olaq da bir-birinin ətini didirlər. Ki, mən daha çox şan şöhrətli olum, mənə daha çox qoysunlar status, ancaq mən. Belə şəxsi aldatmaq 2-2-dir. Çünki bu adam ən böyük boşluğunu ortaya çıxarıb, ən böyük boşluğunu ortaya çıxarıb ki, bunun zəif yeri haradır. Nədir zəif yeri? Məşhurluq. Deyirlər, hə, biz sən məşhur eləyəcək 10 qat, sən filan şey elə. Bu da eləyir, o da eləyir. Olur dini bədbəxt. Olur hər şey dünyanın bədbəxti. Səhv və azğınlıqlar isə yalnız hökmlərin tətbiqində baş verən xətalardır. İnsan hökmü səhv salır, səhv əməlli olur bədbəxt. İnsan gec, tez öz fitrətinin hökmü ilə can atdığı kəmal və məqsədə çatacaq. İstək olsa təbii ki. Vaxtımız qalıb 5 dəqiqə. Mən bura oxuyum, qutarım, çatdırmadım. İnşallah gələn nəfər 18-dən oxuyacağam. Rum surəsi 30-cu ayə. Üzünü Allahın fitri olaraq insana verdiyi dinə tərəf tut sözləri ilə başlayan və sonraki ayələrdə davam edən mövzu fitrət hökmünün dəyişilməz olduğunu, ki, dəyişilmir fitrət və insanın bir sıra azğınlıqdan keçdikdən, bir sıra təcrübə toplayandan sonra öz yolunu tapmasını və o yoldan dönməməsini bəyan edir. Yəni, insanın içində bu imkan var da, insan xoşbəxt olsun. Bir qrup insanın İslam bəşər mədəniyyətinin bir mərhələsi kimi öz vəzifəsini başa vurub və tarixa qovuşub. Düşünürlər bəlkə, İslam daha qutardı da, İslam əvvəllər idi, qutardı, qovuş tarixi deyir, yox. Buna deyir, fikrən qulaq asmaq olmaz. İslam bəhs etdiyimiz kimi özünün son kamilinə çatmış,
insandan ibarətdir. İslam yəni ki, insanlığın son kamilliyi, azadlığı, xoşbəxtlik və səadət. İnsan öz xilqətini, hökmünü əsasən bir gün bu kamilliyə qovuşacaq. İnsan istəsə əldə eləyəcək. Bu da qədər mən oxuya bildim. İnşallah gələn dəfə aran davam eləyərik. Çalışıram ki, bir dərsə mən çatım 21-ci səhifəyə ta bu bitsin cəmiyyət dərsi. Mən uşaq vaxtından bu dinin içərisində müşkül Allah məsələn bu ki, qəbulləsin. İlin çoxluğu şərt deyil. Keyfiyyət şərtdir, niyyət şərtdir. O vaxt mənə dedilər ki, mövhumatla məşğulsan. Mən anlamırdım. Yaşım 10-11-dir də. Təzə gedə mədrəsəyə rayonda. Hə, mövhumatçı olacaqsan böyüyəndə filan. Mən sonra bilirəm ki, mövhumat, yəni xurafat. Həqiqət sözünün əksində, qarşısında olan bir sözdür mövhumat. Yəni, İslam dini o vaxta qədər 70 il Rusun işğalı altında olduğumuz müddətdə elə təqdim olmuş ki, İslam yəni ki, mövhumat. Yəni, xəyallar, xurafat, əfsanələr, boş-boş şeylər. O cəmə o deyirlər. Çox dilib, bu sözlər sizdə deyib, bizə 10 qatı deyilib vaxtı ilə. İndə deyilir, əvvələr deyilib. Yəni, bunlara sən qulaq assan, inkişaf olmayacaq. Deyilməsə mümkün deyil. Əgər sənə deyilirsə, deməli, sən iş görürsən. Dayan, inkişafda olana söz deyərlər. İnkişafda olmayana söz demirlər ki, qalıb olsa yerində də. Yəni, o İslam dininin proqramını, İslam dinindən danışır. İnsan bunları anlamadığı halda İslam dinini boş biləcəklər. Yaxşı, cəmaat İslam dinini niyə boş bilir? Bax, əsas bizim dərdimiz. Bəzən biz dindarların səhv təbliğatına görə. Bizdə xəstəlik var. Bizdə hamı danışmaq istəyir. Quran, mən yox ha, mən kiməm? Quran deyir ki, yox. Biz inşallah oxuyacaq bu dərsdən sonra. Tədris oxuyacaq inşallah maarifləndirmə, yəni təbliğ metodu dərsində. Quran deyir ki, bilənlər, kim ki bacarır, onun işidir təbliğ. Hamı boyuna deyir ki, təbliğat. Bilirsə Allah kimin olsun. Amma mümkün sənin xeyrinə çox ziyan olsun deyə sən təbliğ eləyəsən, yaxşığa dəvət eləyəsən, pisdən çəkindirəsən, sənlik deyil. Elə şifa ki, çox incə işləyirsə, onun yerini bilməlisən, həddini bilməlisən. Uşağa nə cür, böyüyə nə cür, qadına nə cür, tələbəyə nə cür, kişiyə, oğlan nə cür, hər birinin öz dili var. Ancaq haram desəm, cəmaat İslamdan çıxacaqlar. Bizim bəzən səhvimiz olur ki, cəmaat dindən çıxır. Demişəm, bir narkoman bir gün ərzində bir neçə şəxsi narkoman eləyir və dindar nə eləyir? Xoş dindarın halına ki, onun əxlaqının, elminin sayəsində insan İslam dininə gəlir. Vay o bədbəxt o dindarın halına ki, Allah hamımızı uzaq eləsin, özümüz bir şey deyirik. Bizim sayəmizdə, ədəbimizin, elmsizliyimizin, rəftarımızın sayəsində insan dinindən çıxır. Adam var ki, hə, çıxmaq istəyir, çıxacaq, yəni Peyğəmbər təbliğatı çıxacaq, ona işimiz yox. Amma az olsa, hara Fransa, biz dindarlar müəyyən bir qüsuru olur ki, bəzi hallarda insanlar dinə baxırlar mövhumat, nağıl kimi. Bəli, bizim vəzifəmiz dini olduğu kimi başa salmaq və göstərmək. Allah axırımızı xeyirli eləsin. Amin. Allahümmə salli əla Muhamməd və alə Muhamməd və accil faracahum.